Naxçıvanda Konstitusiya və Suverenliyi ili çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 noyabr zəfəri suverenliyimizin qarantıdır mövzusunda konfrans keçirilib. Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutan konferansdan öncə Ümumilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlətini səsləndirilib. Konferansda açılış nitqi ilə çıxış edən Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsindəki islahatların bugün Prezident Müzəffər Ali Başkomandan Cənab İlham Əliyev tərəfindən uğurdan davam etdirildiyini bildirib, Azərbaycan Silahlı Qüvvələrinin qazandığı 8 noyabr zəfərinin tarixi önəmindən danışıb. İcra başçısı qeyd edib ki, məhz bu tarixi zəfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, regionda uzun müddətli sülh və etibarlı təhlükəsizlik üçün geniş perspektivlər açıb. Hazırda dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük abadlıq quruculuq işləri apardığına diqqət çəkən icra başçısı, tarixi zəfərin, bu zəfərin baş memarı Prezident İlham Əliyevin şəhidlərimizin və qazilərimizin şücaətinin əsrlər sonra da ehtiram hissi ilə xatırlanacağını bildirib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Polkovnik Cəlil Xəlilov 8 noyabr zəfərinin Cənubi Qafqaz regionunda uzun müddətdir ki, davam edən status quo-nu köklü şəkildə dəyişdirdiyini, yeni reallıqlar yaratdığını bildirib. 8 noyabr zəfəri Azərbaycan hərb tarixinin ən şanlı səhifəsi, xalqımızın milli qürur günüdür. Məhz bu tarixi gündə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizm üzərində parlaq qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri yeni tarix yazmış, uzun müddətli erməni işğalına son qoyub. 8 noyabr zəfəri uzun fasilədən sonra bizə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyə imkan verib. 44 günlük vətən müharibəsində Azərbaycan xalqı bir nəfər kimi öz dövlətinin, öz prezidentinin yanında yer alıb, yumruq kimi birləşib və elliklə fədakarlıq sərgiləyib. Gənclərimiz vətənin azadlığı naminə tarixdə misli bərabəri olmayan qəhrəmanlıq nümunələri göstərib, Şuşa kimi strateji şəhəri yüngül atıcı silahlar və yalan əllə azad etməklə bütün dünyanı öz cəsarət və igidlikləri ilə heyrətləndirib. Müzəffər Ali Başkomandan İlham Əliyevin dediyi kimi, biz bu zəfərə gənclərimizin yüksək vətənpərvərlik ruhu, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi sayəsində nail olduq. Bugün bizim əsas missiyamız bu birliyi, bu həmrəyliyi qoruyub saxlamaq, dövlətimizin yanında olmaq, prezidentimizin hər bir çağırışına dəstək verməkdir. İnanıram ki, qəhrəman Azərbaycan xalqı bu tarixi birliyi bundan sonra da qoruyub saxlayacaq, gənclərimiz anti-Azərbaycan qüvvələrinin hər bir təxribatının qarşısının alınmasında daim. Konferansda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 44 günlük Vətən Müharibəsi əlili Təbriz Zeynalov, Vətən Müharibəsi əlili Mirkənan Kərimov, Naxçıvan Dövlət Universitetinin Hüquq Fakültəsinin 2-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Firidun Süleymanov çıxış edib, 8 noyabr zəfərinin hərbi siyasi, tarixi mənəvi önəmindən danışıblar. Tarixi zəfərin suverenliyimizin qarantı olduğunu vurğulayan konfrans iştirakçıları dövlətimizin Qarabağda həyata keçirdiyi geniş abadlıq quruculuq işlərinə də diqqət çəkib, Azərbaycanın qalib lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün müstəvilərdə yeni uğurlara imza atacağına inamlarını ifadə ediblər.